Üçüncü ixtisas qrupa keçirik. Bu ixtisas qrupu həmişə çox yüksək müsabiqə vəziyyətindən fərqlənir. Burada bir neçə ixtisaslar var ki, onlar ənənəvi olaraq qız və oğlan ixtisaslarına bölünür. Qızlar əsasən müəllimliyi seçirlər, filologiyaya aid olan, Azərbaycan dilinə aid olan, müxtəlif dillərə aid olan ixtisasları seçirlər. Oğlanlar üçüncü qrupda bir-iki ixtisası əsas tuturlar və ən birinci ixtisas bu hüquqşünaslıqdır. Burada vəziyyət necədir? Burada demək yerlərin sayı, plan yerlərin sayı 15.533-dür. Dövlət sifarişli yerlərin sayı cəmi 4000-dir. Bu 26% eləyir. Yenə də demək, necə ki ikinci qrupda burada cəmi 26% bu qrupda oxuyanlar dövlət sifarişli əsaslarla ali təhsil ala biləcəklər. Amma onu da mən sizə xatırlamaq istəyirəm ki, siz bilirsiniz ki, demək, təhsil fondu var. Təhsil fonduna müraciət edib ödənişli təhsil qazanan şəxslər də təhsil fondundan bilirsiniz ki, kredit ala bilərlər və onlar dövlətin hesabına, həmin o kreditin hesabına da oxuya bilərlər. Biz görürük ki, demək, 200 baldan yuxarı nəticə göstərənlərin sayı və müsabiqə buraxılanların sayı 20.805 nəfərdir. Plan yerlərin sayı isə 15.000-dir. Bu deməkdir ki, burada ən azı 5.000 qəbul olunmayacaqdır. Bunlar kənarda qalacaqdır. Təbii ki, bu aşağı bal nəticəsi olanlardır. 150 ballıq ixtisaslara burada bir neçə elə ixtisas var, amma orada mən düşünürəm ki, orada 200 baldan yuxarı nəticə göstərənlər qəbul olunacaqdır. Çünki 150 baldan yuxarı nəticə göstərən müsabiqə buraxılanların sayı ümumiyyətlə 24.653 nəfərdir. Və təkrar edirəm, yerlərin sayı isə 15.000-dir. Burada təxminən görürsünüz ki, bir 10.000 fərq var. Burada da iki alt qrup var və bu vəziyyət demək alt qruplarda fərqlidir. Misal üçün DT alt qrupunda həmin o 200 baldan yuxarı 20.000 adam demək 20.805 nəfər adam 13.373 yerə demək iddiaçıdır. TC alt qrupunda 2180 yerə isə 7949 nəfər iddiaçıdır. Görürsünüz ki, hər bir alt qruplarda demək kifayət qədər yüksək müsabiqə vəziyyəti yaranır. Onu da qeyd edeyim ki, eyni şəxs ola bilsin ki, hər iki qrupda onun demək nəticəsi var və o öz ərizəsini yazanda özü istədiyi ixtisasları özü istəyinə görə sıralaya bilər. Ola bilsin birinci DT-ni yazsın, sonra TC-ni yazsın, o onun öz ixtiyarındadır. Və müxtəlif ballarla o müsabiqəyə daxil ola biləcəkdir. Çünki onun müxtəlif balları ola bilər hər bir alt qrupda. Gəlin baxaq ki, bizi nə gözləyir? Demək, keçən illə müqayisədə keçid ballar hər bir intervalda necə dəyişəcəkdir? 600 baldan yuxarı nəticə göstərən 893 nəfərdir və keçən illə müqayisədə biz deyə bilərik ki, təxminən həmin səviyyədə bəlkə də biraz aşağı, bir 5-6, bəlkə də 10 bala qədər aşağı ola bilər keçid ballar keçən illə müqayisədə yuxarı demək intervalda 600-dən yuxarı olan ballarda, keçən ilki 600-dən yuxarı olan ballarda. 500-dən yuxarı olan biz keçən ilki keçid ballara baxanda deyirik ki, bu ildə həmin ixtisaslarda təxminən elə keçid ballar formalaşa bilər. Çünki bu insanların sayı keçən ilki insanların demək sayıyla bu 4300 nəfərdir burada. 400-dən yuxarıda nəticə demək göstərənlər üçün keçən ilki ballar kifayət qədər demək güvənmək üçün yaxşı bir mənbədir. Çünki biz gözləmirik ki, burada ballar dəyişəcək, keçən ilki səviyyədə olacaqdır. Yenə də demək 300 baldan yuxarı nəticə göstərənlər burada da biz gözləyirik ki, həmin demək
keçən ilki vəziyyət olacaqdır. Amma yenə də həmin o histogramın aşağı hissəsində, sol hissəsində demək 200 balla 300 bal arasında olan keçid ballar keçən illə müqayisədə təxminən 20 bala qədər arta bilər. Çünki aşağı intervalda kifayət qədər insanlar var. Bu DT alt qrupuna aiddir və təbii ki, burada demək 150 ballıq ixtisaslar da var. Burada da biz aşağıda görürük ki, həmin o keçid ballar təxminən 10-20 bal arta bilər aşağı demək intervalda. Üçüncü ixtisas qrupunun TC alt qrupunda 600 baldan yuxarı olan ixtisaslar keçən ilki demək keçid ballar təxminən elə ola bilər. 600 baldan yuxarı keçən il, bu ildə elə ola bilər. Amma 500-dən 600-ə qədər keçən ilki keçid ballar bu il təxminən 30 bal arta bilər həmin o ixtisaslarda. Demək dövlət sifarişli qəbul TC-də bizdə ümumiyyətlə demək plan yerlərin sayı 2180 nəfər idir. Burada demək TC-yə qəbul olunanlar 400-dən yuxarı 390 baldan yuxarı nəticə göstərənlər böyük ehtimalla TC-də qəbul oluna bilərlər. Amma dövlət sifarişli yerlərin sayı TC-də cəmi 220-dir. Bu şəxslər isə yalnız 520 baldan yuxarı nəticə göstərən şəxslər ola bilər ki, onlar TC-yə dövlət sifarişli yerlərə qəbul oluna biləcəklər. Düzdür, gərək onlar o həmin ixtisasları seçsinlər. Çünki elə ixtisaslar var ki, kimsə yalnız o ixtisasları seçir və orada ödənişlidə daha yüksək balla oxumağı üstün tutur. Nəinki ayrı bir ixtisasda ödənişsiz olan ixtisasda. Təxminən bu demək intervalda 300-dən 400 arasında olan intervalda isə biz görürük ki, burada müsabiqədə iştirak edənlərin sayı artır və burada biz gözləyirik ki, təxminən 90 bala qədər burada keçid ballarda artım ola bilər. Yenə də bu demək bizim histogramın sol tərəfində və xüsusilə 200 baldan 300 bala qədər də biz 90 bala qədər aşağıda demək artımı gözləyirik 3-cü ixtisas qrupunda. TC alt qrupunda 150 balla əlaqədar onu da deyə bilərəm ki, yəqin ki 150 bal keçid ballar elə də olmayacaqdır. Orada əsasən 200 baldan yuxarılar qəbul olunacaqdır və burada inanmıram ki, subbakalavrlara hansısa bir şans qalsın. Bax, bu üçüncü qrupa aid olandır. Ən gərgin bir demək müsabiqə vəziyyəti üçüncü qrupdadır. Ənənəvi olaraq bu belə idi.